bu günləri burada toplaşmamızın məqsədi odur ki, bu mövzunun insanlara çatdırılması əsas jurnalistlər tərəfindən bunu etmək daha məqsədə uyğundur. Çünki siz o cəmiyyətə məlumat verən bir peşəkarsınız. O məlumatı necə çatdıracaqsınız, necə verəcəksiniz? Bax, o əsas məsələdir. Gender münasibətləri biz düşünürük ki, ailədə başlayır. Bu ayrı seçkilik, bu münasibət, bunların hamısını aradan qaldırmaqdan ötürü biz sizinlə bahəm çox düzgün bu mövzunu insanlara çatdırmalıyıq ki, qadın və kişi eyni bərabər hüquqa malikdirlər və üzərinə düşən məsuliyyəti bərabər şəkildə həyata keçirtməlidirlər. Bu istiqamətdə biz jurnalistlərin, mətbuatın rolunu çox vacib hesab edirik. Mediada düzgün çərçivə nə deməkdir? Yəni, burada siz kontekst verməyiniz çox önəmlidir. Burada nə görürük? Araşdırma göstərir ki, məişət qətillərini məişət zorakılıq kontekstində təqdim edən məqalələr daha təsirli olur. Bu yanaşma jurnalistləri və oxucular zorakılıq cəmiyyətin rolu ilə bağlı olduğunu düşünməyə məcbur edir. Yəni, həmin o qadının günahı deyil ki, o zorakılığa məcbur olur. Nədir bunun problemi? Ailə dəyərlərində problem varmı? Qanunvericilikdə mi problem var? Nədir problem? Ona görə də medianın düzgün kontekst verməyə çox önəmlidir.